Salam, bugün sizinle gördüğünüz kimi kitabımızda olan bəzi bir neçə sualları izah edəcəm sizə. Yaxın əyləşin. Düzü bu 2026-cı ildə şagirdlərimə yazdığım sınaqdır. 2027-də elə belə böyük fərq yoxdur. Gəldik birinci suala. Bizə 5 mərtəbəli verib. Bunları qeyd edeyim. Toğrul 5-ci mərtəbədə işləməyəcək. Malik əldən bir mərtəbə yuxarıdır. Toğrul oğulda nə bir mərtəbə yuxarıda, nə də bir mərtəbə aşağıda işləməyəcək. Əgər Toğrul birinci mərtəbə işləyərsə, ikinci kimlə işləyə bilər? Toğrul birinci mərtəbədədirsə, beşincidə işləmirsə, deməli birinci mərtəbədə işləyəcəkdir. Düzdürmü? Aha. İndi gəldik. Şərtdə deyir ki, artıq Toğrul birinci birlik. Orxanın yerini dəqiqləşdirək. Deyir ki, Orxan Toğrulda nə bir mərtəbə yuxarıda, nə bir mərtəbə aşağıda işləməyəcək. Deməli, Toğrul, Orxan, deməli, ikinci mərtəbədə deyil, düzdürmü? İkinci mərtəbədən, belə deyim ki, Orxanı tamamilə silirik. Düzdür, ikinci mərtəbədə işləmir. Aha, bəs gələk Əli, yerdə qaldı Əli, Malik, Emil. Düzdür, əgər Əli ikinci mərtəbədə olsaydı, Əli ikinci mərtəbədə, çünki şərtə görə Malik Əlidən bir mərtəbə yuxarı, yəni üçüncü mərtəbədə olardı. Düz deyilmi? Aha. Deməli, Əli ikinci mərtəbədə ola bilər. Ola bilər ha, yazıram. Düzdür? Gəldik Emil. Emilə baxsa, Emil də şərt verməyib deyə, o da hər halda burada ola bilər. Düzdür? Aha. Və Malik əldən də bir mərtəbə, burada əslində Emil qalır bizdə, Malik qalır. Düzdürmü? Əlinin yerində təyin elədik, ola bilər. Düzdürmü? Orxan Toğrulda nə bir mərtəbə yuxarıda, nə də bir mərtəbə aşağıda işləməyəcək. Aydındır? Orxan Toğrulda. Bunu da aydın edək. Deməli, bura Əli ilə Emil qala bilər də. Yəni, ikinci kimlər işləyə bilər? Əli ilə Emil. Çünki Emilə də heç bir şərt yoxdur, heç bir mane ola bilməz. Yerdə qalanlarda şərtlərimizdə aydındır. Gəldik ikinci suala. İkinci sualda nə istəyir bizdən? Deyir ki, proqram icrası klaviaturadan 8 daxil olunur. Düzdürmü? Bura 8, baxın, 0, 1, 2, 3, 4, 5, 6, 7 bu ədədlər daxil olur. Ondan kiçik. Ondan kiçik. Düzdür? Ondan kiçik olana qədər bu icra olunacaq. Əgər kiçik deyilsə, gələcək bunu icra eləyəcək. Düzdür? Amma ki, burada A-dan söhbət gedir. Düzdürmü? A-dan söhbət gedir. Aha. Gəldik, neynədik? Birinci bizdə. A 4-dür. 4 ondan kiçikdir. Hə. Gələcəm i-nin qiyməti 0-dır. 0, 2-yə 0, bu olacaq 4. Düzdür? A-nın sonuncu qiyməti biz 4 aldıq. Düzdürmü? 4 aldıq. Təzədən dövrə qaydırıq. Yenə 4 ondan kiçikdir. Hə, onda gələcəm i-ni 1 götürürəm. 1-i 2-yə vuracam 2. 4-ün üstədə 2 gələndə eləyəcək nə? 6. Sonra 2-ni götürəcəm. 6 ondan kiçikdirmi? Hə. 2-ni 2-yə 4. 6 üstə 4, 10. 10 ondan kiçikdir, yox, düşürük dövrə. Düzdürmü? Yəni, i3 olanda o ondan kiçikdir, yox, düşürük bura. 10 üstə 3 gələcəm, 13. i4 olanda 13 ondan kiçikdir, yox. Yenə hər dəfə neyinir? A-nın qiymətini 13 aldıq. 13-ün üstə nə gələcək? 4-ü hesabladıq. Düzdürmü? 13 yox, 4-ü hesablamadıq. 4 qoyduq. 13 üstə 4, 17. i5 olanda yenə 17-nin üstə nə gələcəm? 5 gələcəm, 22. Hər dəfə i-ləri üzərindən gəlir. 22 də kiçik deyil. 22 üstə də bu altına gəlsək, 28. 28 də kiçik deyil. 28 üstə də 7 gələndə neçə eləyəcək? 35. Son olaraq B-ni aldıq. İndi gəldik 3-cü sualımızın cavabına. 3-cü sualda 100 simvollu əlifbada vasitəsilə kodlaşdırılmış mətn informasiya həcmi, düzdürmü? 420 kilobayt. Bu mətn 128 səhifədən, hər səhifə isə 64 sətirdən ibarətdir. Yəni,
və bərabərdir S, 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 I və salam. 100 simvol əlifba adı çəkirsə, bu 2 üstü 7 ilə, daha doğrusu 2 üstü 6 ilə 2 üstü 7 arasında yerləşir. Bir simvolun, belə deyim ki, tutduğu həcm 7 bitə bərabərdir. Ona görə 420 kilobayt bərabərdir. 2 üstü 6 vurulsun 128, 2 üstü 7 vurulsun 7 bit. Və bizdən simvolların sayını soruşur. X. Buradan da x də bərabərdir. 420 kilobayta çevirsəm 2 üstü 13'ə. Bu da 2 üstü 6 ilə 2 üstü 13 vurulsun 7. İxtisar getdi. 60. Doğru cavabımız 60. İndi gələk Y variantı. 4-cü suala. Aha. 4-cü sualda bizdən nə soruşur? 160 n bərabərdir nə? Burada da bizdə çevirmə aparmalıyıq. Buradakı 0, 1, 2 deyə neynirik? Nömrələyirik. Düzdürmü? Olacaq 1 vurulsun n'in, gəlin bunu yuxarıdan xırda. 1 vurulsun n'in kvadratı. Üstə gələk 6 vurulsun n üstü 1. Üstə gələk 0 vurulsun n üstü 0. Düzdür? Bu da nəyə bərabər olacaq? N kvadratı üstə gələk 6 n'ə. Düzdür? Gələk indi bu tərəfi həll eləyək. Bu tərəfdə nəyə bərabər olacaq? N kvadratı, düzdürmü? Birincinin kvadratı, yəni bu şəkildə eləyək də. 1 vurulsun n üstə gəl 1'in kvadratı. Düzdürmü? 1 vurulsun. Bunu da açanda promoy yazsaq necə olar? Yəni promoy yazaq da uşaqlar. Düzdür, vaxt itməsin. Deyə olacaq. Birincinin kvadratı açanda birinci ilə ikincinin hansı ikimizdir? Üçüncünün kvadratı. Onsuz da bu üstü 0 bizə 1'ə verir. 1'i də 3'ə vuranda 3 verəcək. Bu da 3 üstü 1. Üstə gələk nə? 3 n üstə gələk 1. Zaten özü eləyəcəkdir. Düzdürmü? Ümumi olaraq nə qalır? N kvadratı üstə gələk 6n. Sol tərəf bərabərdir n kvadratı üstə gələk 5n üstə gələk 7. 6n bərabərdir 5n üstə gələk 7. N də bərabərdir nəyə? 7'yə. C variantı. Gəldik 5-ci suala. Bir bilsəniz ki, mən bunu çəkdim. Sev eləmədim. Hamısı getdi. Amma yenidən artıq çəkməli idim deyə yenidən çəkməli oldum. 5-ci sual. Biz həmişə bu tipdə yerinə şagirdlərimə deyirəm ki, yerinə bir ədəd qoyun. Çünki falçı deyilik həqiqətən. Yerinə bir ədəd qoyuruq. Sadəcə izah üçün də. Və bunları tutandan sonra ki, burada sizdən nə soruşur, ondan sonra həll eləyəcəksiniz. Məsəl üçün, burada n'in yerinə 5 qoysam, 5'in üstə 1, 6, yəni 1, 2, 3, 4, 5 bu ədədləri götürürsəm, i bərabərdir 1 olduqda bir addıma baxacam. Aha. i 1 olduqda p nəyə bərabər olacaq? P 0'dır. Üstə gələk 1 bölünsün, i də 1'dir. 1'i 1'ə böləndə 1. Sonra q nəyə bərabər olacaq? Q də 1'dir. 1'i i'yə 1'ə 1 olacaq. Və s nəyə bərabər olur? S də nədir? 0'dır. Üstə gələk q nədir? 1 faktorial. Çünki q-nü 1'dirsə ədədi vururdu. Faktorialını tapma deməli. Bölünsün 1. Və görürsünüz ki, surətdə nə alacaq? Faktorialları alacaqdır. Düzdürmü? Aha. Bu şəkildə məsəl üçün i2 olanda nə olacaqdır? P bərabərdir. 1 almışdım axı. 1 üstə gəl. Düzdürmü? 1 bölünsün i2'dir. Bu şəkildə qaldı. Q nəyə bərabər olacaq? 1 idi. 1 2'yə 2. Aha. Gəlir buradan 2 faktorial. Sonra s bərabərdir. Axı birinci bir faktorial 1 almışdım. Üstə gələk 2 bölünsün. 2 faktorial bölünsün. Axı burada ikinci olaraq da nə almışdıq? Bax bunu. 1 üstə gələk 1 bölünsün 2'yə. Düzdür. Burada da doğru cavabımız hansı olacaq? Bizim A variantı. Yəni bir-iki adımdan gitmək olur. Bizə nə soruşur?
Avtomat n tam ədədini aşağıdakı algoritmə görə emal edir. N ədədinin 8 bitli ikili say sistemində yazılışı qurulur. İkili yazılışdakı bütün rəqəmlər əksinə çevrilir. 0, 1, 1, 0. Alınan yeni ikili ədəd onluq say sisteminə çevrilir. Yeni alınan ədəddən başlanğıc n çıxılır və alınan fərq ekrana verilir. Aha. Əgər 8 bitli hər hansı n ədədin, belə deyim ki, bu bitlərin belə deyim ki, tərsinə çevirir. Düzdürmü? Bu da ümumi olaraq ən böyük ədədimiz 255 olacaq. Niyə? 2 üstündə 3 çıx 1. Bizə ən böyük ədədi verirmi? 1 yanında 3, 0 çıxaq 1. Bu da 1, 1, 1 edəcək. Düzdür? Ən böyük ədədimi verir. Deməli, burada da 2 üstündə 8 çıxaq 1'ə, çıxaq 1 ən böyük ədədimi verəcək 255. Düzdür? Belə deyim ki, ona görə 255 n çıxılır. N. Düzdürmü? Yeni ədəd alınır. N. Bərabərdir nə olacaq? 255 çıxaq 2 n. Düzdür? Yeni alınan ədəd çıxır. Düzdürmü? Bu belə. Sonra bərabər olub 255 çıxaq 2n bərabərdir 113. 2n bərabərdir 255-dən də 113 çıxanda 2n bərabərdir 142. N də bərabərdir nəyə? 71'ə. D variantı. Gəldik 7-ci suala. 7-ci sualda da bizdən nə soruşur? Kompüter qeydiyyatı zamanı hər bir istifadəçiyə 9 simvoldan ibarət parol verilir. Yalnız 13 simvoldan ibarət dəstədən olan işarələr etibat edir. 13 simvoldan deyirsə, bu 2 üstü nə? 2 üstü 3 ilə 13. 2 üstü 4 arasında yerləşəcək. Düzdür? Deməli, yəni 2 üstü 4 böyük olduğu üçün 13'dən böyükdür də. Ona görə 2 üstü 4'ü götürürük. Bir simvolun həcmi 4 bit yer tutur. Düzdür? Və bu bizə lazım deyil. Çünki 13 simvoldan ibarət dəstədən olan işarələr etibat edir. Bunu veribdir. Nöqtədə qoyulub. Sonra tam bayt uzunluğunda deyir və simvolunda var. 9'u da 4'ə vuranda neçə eləyir? 36. B bərabərdir. S id üstündən istifadə etdim. Tam baytla da 30'dan 36'dan sonra 8'ə bölünən tam ədəd nədir? 40. 40'ı 8'ə 5. Və yaxud da ki 36'nı 8'ə bölün. 4 tam neçə? 5 götürərik yuvarlaq şəkildə tam bayt olsun deyə. Sonra 10 baytda yer ayrılmışdı deyir. Düzdürmü? Onun üstə də 5, 15, 60 istifadəçi haqqında məlumatların saxlanması üçün tələb olunan yaddaş. 15'i də vursaq 60'a bərabərdir 900 bayt. Abunə olmağı unutmayaq. Gəldik 8-ci suala. 1 verilib, 512 verilib. Düzdürmü? Gələcəm buradan. Bizə əsas baxaq algoritm nəyi icra edir? Nəyi icra edir? Yəni 512'yə bərabər olanda həq oluna gedib çıxışa verəcək. Hələ ki, gələcəm. A1'dir. 1 512'yə bərabərdir? Yox. Gələcəm bura. C üstə gələk A. Yəni bunu bu şəkildə yazsaq. CA. Düzdürmü? CA. C olacaq nə? 3. A nəyə bərabər olacaq? 2'yə. Təzdən yenə bərabər deyil. 3'ün üstə bu çünki cəmləyir burada. 3'ün üstə 2. 5. A da nə idi? 2. 4. Yenə 5'in üstə 4. 9. 4'ü 2'yə 8. Təzdən 9 ilə 8. 17. 17. Sonra 17. 8 2'yə 16. 16 ilə də 17. 33 hələ ki kiçik deyil. 32. 16'nın da 2. 32. Bunu belə etmək olar ki, onsuz da burada görür ki 2'nin qüvvətləridir. Gələcək burada onsuz da bunu da tapmalıyıq. Düz deyilmi? 32. Bunlar da cəmi 65 eləyir. Bu da 64 eləyəcək. Bu ikisinin cəmi də 129. Bu da 128 eləyəcək. Bu da 128-129'un cəmi 257. Bu da 256 eləyəcək. Buranda 2'nin qüvvətləridir. Sonra 256 ilə də artıq gələcək. 256 512 bərabərdir. Yox, bunların cəmi 513 eləyəcək. Bu da 512 eləyəcək. Artıq bunların cəmi 512 512'yə bərabərdir. Hə? Dövrdən çıxır.
Gələcək C-nin qiymətində, C-nin sonuncu qiyməti 513-dür. 513 vurulsun 3, 1539. Düzdür? 1539. A üstə gələk 1, A-nın sonuncu qiyməti də nə idi? 1539. Bir gələndə 1540 A variantı. Gəldik indi 9-cu sualımıza. Düzdür? Olar mı bir stəkan su için? Aha, davam edelim. Hoş. Davam edə bilərik. Aha, bizdə 1024 fərqli rəng var. Düzdürmü? 64 dəfə azaldılıbdır. Düzdür? 1024'ü 64 dəfə azaldanda 16 rəng. O da ki 2 üstü 4. 4 bitə bərabərdir. Düzdürmü? Çünki bir rəng mümkün olan minimal bit sayı ilə belə deyim ki, kodlaşdırılır. Neçə dəfə azaldığını soruşur. V bərabərdir A, B, N düsturundan və yaxud da ki, I düsturundan fərqi yoxdur. Əvvəl 2 üstü 10 idi, 10 bit. İndi olub 4 bit. Düzdürmü? Burada belə deyim ki, bunu nəyə əsasən yazdım? Qrafik təsirinin həcmi, burada piksellərin sayı nədir? Dəyişmir. Aydındır? Aha, burada da N-ləri müqayisə eləsək, V1 10 bit idi, V2 də 4. Onu da bölsək 4-ə, eləcə 2,5 dəfə nədir? Azalmış olur B variantı. 10-cu suala baxırıq. 10-cu sualda bizdən nə istəyir? Aha, 1-ə A gedəcək, 2-yə B gedir, 3-ə də nə gedəcək? C. O da ki D variantı. Gəldik 11-ci suala. İlk öncə onu deyim ki, uşaqlar, ulduzdur. Ulduzuma baxın. 2 nöqtə, sual, böyük, kiçik, sonra dırnaq, düz xət, bu xət, bu xət. 3, 6, 7, 8, 9 dənə simvolum var. Hər birində yazdım. Və burada da 2 nöqtədən, yəni gözümə deyir ki, bax bu olmaz. Gəldik bura. Burada da ki, bunların hamısını 10'luğa çevirəcəyik. 12'də. Və orada da rahat şəkildə belə deyim ki, edəcəm. A, 4, 0, 1, 2. Bu eləyəcək nə? A vurulsun 4'ün kvadratı, A vurulsun 4 üstü 1, üstə gələk A vurulsun 4 üstü 0. Bu bərabər olacaqmı? Nəyə? 16A kvadratı. Ümumi 16A kvadratı 4, 20, 21 A kvadratı edirmi? Daha doğrusu 21 bircə saniyə. Mən A kvadratına getdim. 0, 1, 2. Düzdür? Bu edir 16A kvadratı. Aha. 21 A kvadratı edirmi? Sonra gəlib bu A 3 eləsək. Bu da nə olacaqdır? Bu da elə olacaq 0, 1, 2. Olacaq nə? A vurulsun 3'ün kvadratı üstə gələk. A vurulsun 3 üstü 1. A vurulsun 3 üstü 0. Bu da eləyəcək 3'ün kvadratı 9A kvadratı. 3A üstə gələk nə? 3 üstü 0. 1'ə bərabərdir. Biri də A'ya A edir. Düzdürmü? Amma ki, aha, buradaki 9A kvadratı. Aha, burada eləyir kvadratı yox. Kesizlik. 4'ün kvadratı 16. 16A eləyəcək. Bu da eləyəcək 21A. Buradakı 9 tam eləyir də 9A üstə gələk 3A üstə gələk nə? A. Düzdür? Bu da eləyəcək 13A. Düzdürmü? İndi burada bu A7'ni də çevirsək, bu da eləyəcək nə? Bu da eləyəcək 7A eləyəcək. Onda yuxarıda yerinə yazsaq 21A çıxaq 13A bölünsün nə? 7A. Daha doğrusu 7 o da eləyir bir dənə bu 8A eləyir burada da. Burada da sadələşdirsək 8A bölünsün 8A o da 1 edəcək. C variantı. Gəldik bura. 7-ci sualda. Daha doğrusu 13-cü sualda deyirəm də mən. Sev eləmədiyimin təsirinin altındayım. Necə əsəbləşdim. Çox. Aha. Gəldik bura. Burada bizdə nə soruşur?
Tələbələr adlı cədvəl verib və bizə sorğuda kriteriya 175-dən böyük, 70-dən özünə bərabər və böyük olanlar. Buradakı bu 175-dən, yəni bilirsə kriteriya or bilinir. Kriteriya da nədir? Ənd deməkdir və burada or veribsə hamısını birlikdə götürəcəyik. 185 175-dən böyük budur. Yox, bu deyil, çox üzrlü sayın. Təsir getməyib. 180 182 və 70 və 70-dən böyük olanlar budur, budur. Bizə də ki bu lazım olacaq, bu lazım olacaq, bu lazım olacaq. 3 dənə D variantı. Neçə yazı bilirsə sətirdir, düzdür. Sahə isə sütun gedir. Gəldik 14-cü suala. 14-cü sualda da Python foreign string. Burada Python 1 götürür, P-nı götürür və burada 1 çıxaq 2 -1. Düzdürmü? İ-də deyir ki P-nin uzunluğu nədir? Daha doğrusu elementi. Elə -1 P-ya düşür. End də boşluq qoyub ara. Digər y-ni götürəcək. Yenə y-ni tək götürür. Uzunluğu 1. Yenə -1-ə düşür. O da boşluq qoya-qoya hər dəfə elə ədədlərin özün ədədlər yox. Simvolların özünü çap edir. A variantı. 15-ci sualda baxırıq. 15-ci sualda bizə nə soruşur? Python dilində yazılmış nəsə çap olunur. Burada baxıram ki cütləri istəyir. Hansı ki cüt deyil, keçəcək elsə bunu S-i 2 dəfə artıracaq. Bu yəni bu deməkdir ki S vurulsun 2 deməkdir. Aydındır? Bu o deməkdir. İndi gəlin hesablayaq. Və burada birinci belə deyim ki burada nə edəcək? Sonuncu rəqəmi silir. Burada da sonuncu qalığı götürür. Aha. 12345-i daxiləyir. 10-a bölür. Düzdürmü? 5 qalır. Burada da ki şərti yoxlayır. Burada da ki 0-a bərabər olmur. Ona görə düşür aşağı. S 0-dır. 0-ı 2-yə vuranda da burada nəticə olaraq nədir? 0 olur. Sonra gəlirəm burada sonuncu axı bölür. Qalır 1234. 1234-ü götürür. Təzən gedir 1234-ü ona böləndə qalıq 4 qalır. Bu da ki sonu cütdürsə, cüt istəyirdi 2-yə bölünüb. Cütdürsə deməli düşəcək bura. Burada da S nədir? S-i sonuncu qiymətini almışdıq 0. Üstə gələk. Onsuz da burada da qalıq nə qalacaq? 4. Bu da nəticə olaraq 4 edir. Burada da yenə bunu silir. 123 qalır. Təzən 123 ilə gedir. 123 ilə gedir. O da sonu 3'dür. Bu da düşəcək bura. 4'dür. Burada da 4'ü 2'ye vuracaq. 8. Burada da bunu silir. 12 qalır. Bu da cütdür deyə gələcək bura. Sonuncu qiyməti, S-in qiyməti nə almışam? 8. Burada da 8 qalıqda 2 qalacaq. 8 düz deyilmi? 8-in üstə 2 gələndə də nəticə olaraq hələ ki axırıncı nədir? 10'u alır. Gəlir 12'ni də böləndə tam sizə nə düşür? 1 düşür. Bu da ki 1 2'ye böləndə qalıq 0-a bərabərdir. Yox, gəlir 12'ye vurur. 20 nəticə olaraq A variantını almış olur. Gəldik burada. Python dilində verilmiş proqram 9 dəfə icra edilməsi nəticəsində ST dəyişənlər cütünün qiymətləri aşağıdakı kimi növbə ilə klaviaturadan daxil edilərsə neçə dəfə bəli sözü çap edirlər. Düzdürmü? Çap edilər. Baxıram ki burada ordu ST nəzərdə tutulur. Belə deyim ki 9 9'dan kiçikdir. Yəni baxacaq 9 9'dan kiçikdir. Yox, bu ödənmir. Biri ödənsə kifayətdir. Bunun heç biri ödənmir. Amma bu ödənəcəkdir. Biri ödənsə orada kifayətdir. Bu da ödənir. Düzdürmü? Bu da ödənir. Sonra bu da ödənəcəkdir. -5 9 da ödənir. Bu da kiçik -10 kiçikdir də, düzdür. Sonra 4 5 bəli bunlar da kiçikdir, ödənilir. Bu da ödənəcək. 1 2 3 4 5 6 7 dənə ödənmiş olur. Bura gəldik. Bura x götürək bəri başdan A2-dən Y2-yə. Aha, 6 2 olur. 6'dan 4 çıxanda 2, 3'dən 2 çıxanda 1, Y1 nədir? 2. Deməli bura baxsaq, bu A1-in qiymətidir, yazsaq. Bu B2'nin sadə əqrəbi istiqamətində, bu C1, bu da D1, bu da nədir? Y2. Burada hamısı 3'ü də bərabərdirsə, deməli bu 1'dirsə, burada tam ədədi yerində nə olacaq? 5 olacaqdır. 5'dən 4 çıxanda 1. A variantı. Gəldik burada. Burada nədir?
Baxırıq boş səhifədə bunlar yazılıb. Gəlirəm. Baxıram birinci Python sözünə. Sözü seçili kursiv. Yəni əyri olmalıdır. Ona görə Y variantım getdi. Bu getdi. Və Pythonda baxıram başqa nə olubdu? Bu ikisi qaldığına görə Pythonda altından xətt çəkilib. Bu da. Amma bold yoxdur. Ona görə bu da getdi. C variantı. Kodu sözündə icra eləyək. Kodu sözündə. Kodu sözünə də baxaq. Altından xətt və burada bold da var. Ona görə nədir? İkisi də olacaqdır. Ona görə C variantı daha uyğundur. Gəldik burada. 4096 byte cluster'ı çevirik. 4 kilobayt eləyir. Səs faylları bu. 33-dən sonra belə deyim ki, 4-ə bölünən tam ədəd nədir? 36. 37-dən sonra 40. Bu da ki 52. Bunların da cəmi 36 üstə gələk 40. 76. 76 üstə də 52 gələndə neçə eləyir? 128 A variantı. Çünki bizdə cəmin diskdəki informasiya. Gəlin belə izah edeyim də. 33-ü 4-ə böləndə, düzdürmü? 33-ü 4-ə böləndə 8 tam neçə düşür də? Tam bir klasterə də bir fail yazıldığı üçün birini artıq götürürəm. 9, 9'u da bir klasterin ölçüsü də 4 kilobayt olduğu üçün 9'u da 4'ə vururuq. Neçə eləyəcək? 36. Bura gəldik. Windows 10 əməliyyat sistemində masa üstündəki sənədləri və qovluqları hansı meyarlara əsasən sıralamaq mümkündür? Təbii ki, A variantı bu da oldu. Sonra gəldik 21'də. 21'də sual nədir? Bu tipdə də uşaqlar yenə deyirəm, yəni biraz göz açıq olmaq lazımdır, gözü it olmaq lazımdır. Mən bunu həmişə deyirəm, tövsiyə edirəm. Nəzəriyyə düzdür. Məsəl üçün, say sistemidir, düzdürmü? Say sistemi izah edirik. Amma testlər üzərində izah etmək düşünürəm ki, daha gözəldir. Çünki uşaqların gözü açılır. Və testlərdə də dediyim kimi gözü açıq olmaq lazımdır. Aydındır. İndi gəldik, baxaq. Baxın, burada 2-dən başlayıb 18'də bitir. Və 2, 2, 4, 6, 8 bu şəkildə olacaq, düzdürmü? 2 vahid artı deməli i'm 2-dirsə, bunun 2 vahid nədir? i üstə gəl 2 olacaq. Ona görə bu getdi, qaldı bunlar. Əgər 18'də də bitibsə, yəni 18 şərt nədir? Özünü ödəməlidir. A variantı olacaq. Aydındır. Bu şəkildə. Çünki burada da elə bir ki, hər dəfə nə zaman yoxa gedəcək, P-ni də çap edəcək. P də burada C-yə i ilə də nədir? B-ni vurduğu ədədini inir, cəmliyir. Aydındır. Sonra gəldik 22-ci suala. 22-ci sualda sadəcə hə yox qoludur. Burada bizə nə deyir? 3-dən 1 çıxacaq 2. 2 2-yə bərabərdir hə. Gələcək C ilə C-ni neyniyəcək? Cəmləyəcək. C ilə C-ni cəmləyəndə də bizə nə verir? C-nin qiyməti nədir bizdə? C-nin qiyməti bizdə gördüyümüz kimi 1'dir. Düzdürmü? Və burada da sonra həmin M-i gəlib burada B-də nədir qiyməti 3'dürsə, gəlib neyniyib? Onu vuracaq. Bu olacaq 2, bu da olacaq 2'ni vursam da 3'ə. Eləyəcək nə? 6B variantı. Burada A, B, C, D, E, F, G, H şəhərlərini birləşdirən yol sxemi göstərilib. Hər bir yolla yalnız oxdakı istiqamətdə hərəkət etmək mümkündür. A nöqtəsindən H nöqtəsinə gedən və G nöqtəsindən keçməyən neçə yol mövcuddur? Bu G-dən keçməyən dediyi üçün deyim ki, G-ləri ümumiyyətlə götürəcəm. 1, 1, 1. 1 daxil olubsa 1, 2, 2. 2 gəlib, 2 gəlib, 4. Gəldik bura. Baxın burada. C3'dən C4 xanasına köçürülüb deyir ki, C3 xanasına da bu düstur yazılıbsa. C3'dən baxın D4'ə neçə sütun keçmiş olur? 1 vahid, düzdür? Deməli, A'dan da bir sütun keçəcək, olacaq B1. 2 onsuz da dəyişmir. Çıxaq 4. Biri niyə dəyişmədi? İndi ona baxacaq. 3'dən 4 1 vahid artıb, ona görə B də olacaq nə? 2. B2'nin qiyməti nədir? 2. 2'ni 2'yə 4, 4'dən də 4 çıxanda nə qalır? 0. Bunu sizə buraxıram, bunu siz özünüz yazacaqsınız. Bunu sizə həvalə edirəm. Sağ olsun, mənim şagirdlərim ən çətin tapşırıqları yazdı. Sırf bu tapşırıqları
Sırf bu tapşırığı nə bilim səhv yazdılar. Gəldik. Baxın, burada bizdə nədir? Mərkəzi rayonda yerləşən olmalıdır. Tur operatorları tərəfindən yaz ayları. Düzdür? Mərkəzi olmalıdır. Mərkəz bunlardır. Düzdürmü? Avropa ölkələri, düzdür, ölkəsi olmalıdır. Satılan turların, belə deyim ki, neçə tur satılmış, onu bizdən soruşur. Düzdür? Bizə də baxsaq, burada mərkəz 2 dənədir. Düzdürmü? Sonra Avropa ölkələrin və turları müəyyən etmək üçün bizdə T102, T104. Düzdürmü? Aha. Və T102. Düzdür? Gələcək burada R29'dur, Fransadır. Düzdürmü? Sonra düzdürmü? Amma bu aprel ayı olsa da, şimdi belə deyim ki, Amerikada da saniyə. Aha. Və sonra bizə nədir? Burada yaz aylarına baxacaq da. Ona görə bizdə aprel, bizdə hansı aylardır? Aprel, may, mart, aprel, may. Düzdürmü? Aprel, may, bir də mart. Bunlara baxacaq. Mayda R18'də nədir? İtaliyanı götürəcəm. Düzdürmü? İtaliyanı götürəcəm. Satılan sayılar burada da neçədir? Satılan sayıları bircə saniyə. Bir də Fransada var da, düz deyilmi? Ay sağ. Maylarda satılan martda T102. Aha. Bizdə hər halda 3 şərtimizi ödəməlidir. Düzdürmü? Mən baxsam burada T104'ə. Düzdürmü? Burada 63. Burada R17'dir. R17'də İtaliyadır. Avropa ölkəsidir. Düzdürmü? Sonra gələcəm nəyə baxacam? Burada R30'a işarə qoymuşam. R30'a baxacam. Martdadır. Düzdürmü? T102. Martdadır. R30 da burada Fransadır. Bu da uyğun gəlir. 47 Avropaya uyğun olaraq. Amma R18'də 106'da R18 burada İtaliyadır. Aha. Amma ki burada bizdə yasamaldır da. Bizdə hər 3 şərt ödəməlidir. Ona görə 63 ilə də 47 bizə nə eləyir? 110. Doğru cavabımız bu. 27'də uyğunluğu müəyyən edin. Birə ScanDisk tətbiqi proqrama, belə deyim ki, 27'yə birə yox, bu sistemə aiddir. Birə B, düzdürmü? Bir də Access C. 2'yə nə gedəcək? A, bir dənə Y. Doğru cavabımız bu. Bunları da həqiqətən ikinci səfərdə keçirəm. Təsəvvürünüzə gətirin ki, ikinci səfərdə otururam. Ona görə bunları da söz növbəti dərs, belə deyim ki, çəkəcəm. Sınaqlar üçün də 663 18 90 nömrəsi əlaqəsi ilə əlaqə saxlaya bilərsiniz özümlə. Yeni ümumi sınaqlar, mövzu sınaqları, istənilən sınaqları göndərə bilərəm.